Novruz bayramına aid hansı şirniyyat və yeməkləri sevirsiniz? Əsasən yemək olaraq kebab xoş istəyirəm. Şirniyyat olaraq da mənim favorim paxlava deyək. Novruza aid şirniyyatlardan şəkərbura, paxlava, yeməklərdənsə plovu sevirəm. Novruz bayramına aid hansı şirniyyatları sevirsiniz? Paxlava, şəkərbura. Şirniyyatlardan daha çox uzağam. Yeməklərdən danışsaq, kebabdır, dolmadır, yarpaq dolmasıdır. Təbii ki, dolmanın hər növünü sevirəm. Novruza aid hansı şirniyyatları sevirsiniz? Paxlava, şəkərbura, belə çayla zad qəşəng gedir. Novruza aid hansı yeməkləri və şirniyyatları sevirsiniz? Novruza aid məncə bütün Azərbaycanlılar bütün şirniyyatları sevir də, paxlava, şəkərbura, şorğal. Onları məncə sevməyən Azərbaycanlı yoxdur demək olar ki. Novruzda bişirilən şəkərbura adı qoğaldır, paxlavadır. Milli adət ənənələrimizə məxsus olan yeməklərdir. Ən çox onu sevirəm. Şəkərbura, paxlava, elə bu qədər.